say others əvəzliyinə. Deməli, others nə deməkdir uşaqlar? Başqaları deməkdir. Bu əvəzlik çox asandır. Özündən sonra qəti surətdə isim gəlməz. Yəni test işləyərkən nöqtələrdən sonra isim görürsünüzsə, biz burada others əvəzliyi işlədə bilmərik. He is so selfish. O çox, belə deyək də, egoistdir, xudbindir. He never thinks of others. O heç vaxt başqalarını düşünmür. Yəni burada başqaları dedikdə konkret məsələn bu kəsləri demir. Yəni ümumiyyətlə başqalarını düşünmür. Some people like apples. Bəzi insanlar almaları sevir. Others prefer bananas. Yerdə qalan digər insanlarsa, yəni konkret bu insanlar demir. Yəni ümumilikdə deyil. Digər insanlarsa banana üstünlük verirlər. Buradakı gördüyünüz nümunələrdə, yəni nə others'dan sonra, nə də buradakı others'dan sonra isim gəlməyib. Yəni others da qeyri-müəyyənlik bildirir.